təsərrüfat uçotunun 6000 əvvəl aparıldığı deyilir. Hətta deyilənlərə görə Afina və Romanın məşhur natiqləri Demosfen və Sizeron çıxış zamanı mühasibatlıq sənədlərindən istifadə ediblər ki, onların dedikləri daha inandırıcı görünsün. Belə faktların siyasını uzatmaq da olar. Ancaq hər şey Luca Pacioli'nin mühasibatlığa sistemli şəkildə bir elm kimi yanaşmasından başladı. Təsadüfi deyil ki, məşhur Alman filosoflarından biri dünyanın 3 adamın dəyişdiyini yazırdı. Kolumb, Kopernik və Pacioli. Mühasiblər üçün sonuncu ad daha doğmadır. Dünyanı dəyişən 3 adamın siyahısında bir mühasibin, maliyyəçinin yer alması, mühasiblərin insan təfəkkürünün inkişafında və iqtisadi inkişafda rollarının olmasına danılmaz sübutdur. 1494-cü ildə Luca Pacioli hesablar və yazışmalar haqqında traktat əsərini nəşr etdirir. Bu, mühasibatlığın ikili xarakteri haqqında ilk nəşr idi. 500 ildən artıqdır ki, Luca Pacioli'nin ideyaları uçotun elm kimi inkişafına əvəzsiz təsir göstərir. Hətta onu mühasibatlığın atası da adlandırırlar.